Salam şagirdlər, bugün biz sizinlə kvadrat kök, hesabi kvadrat kök mövzusu ilə tanış olacağıq. Biz bu bölmədə hesabi kvadrat kök nəyə deyilir və hesabi kvadrat kök necə hesablanır, onları öyrənəcəyik. Əvvəlcə, gəlin belə bir suala nəzər salaq. Sahəsi 64 kvadrat metr olan kvadratın tərəfinin uzunluğu neçə metrdir? Biz bilirik ki, kvadratın sahəsi onun tərəfinin özü-özünə hasilinə bərabərdir. Yəni, tərəfinin kvadratına bərabərdir. Yəni, S bərabər olur A kvadratına. Sahəsi 64 kvadrat metr olduğundan A kvadrat bərabər olur 64-ə. Deməli, buradan da A bərabər olmalıdır 8-ə. Deməli, kvadratın tərəfi 8 metrə bərabər olur. Kvadratı A-ya bərabər, mənfi olmayan ədədə A ədədinin hesabi kvadrat kökü deyilir. Hesabi kvadrat kök bu şəkildə yazılır və A ədədinin hesabi kvadrat kök kimi oxunur. Kök altda A B-yə bərabər olarsa, A bərabər olur B-nin kvadratına. Burada A və B mənfi olmayan ədədlərdir. Məsələn, belə bir nümunəyə baxaq. Kök altda 64 bərabərdir B olarsa, burada B-nin kvadratı bərabər olmalıdır 64-ə. Deməli, buradan da B bərabər olmalıdır 8-ə. Nəyə görə mənfi 8 götürmürük? Çünki tərifdə dedik ki, kvadratı A-ya bərabər mənfi olmayan ədədə. Yəni, burada B müsbət 8 olmalıdır. Davam edək. Biz bilirik ki, heç bir ədədin kvadratı mənfi deyil. Ona görə də kökün altında mənfi ədəd yazıla bilməz. Məsələn, kök altda mənfi 25 bərabərdir B olarsa, deməli, burada tərifə əsasən B-nin kvadratı mənfi 25-ə bərabər olmalıdır. Biz də bilirik ki, ədədin kvadratı mənfi ola bilməz. Deməli, kökün altında mənfi ədəd yazıla bilməz. Hesabi kvadrat kökün tərifindən alırıq ki, A sıfırdan böyük bərabər olduqda, yəni A mənfi olmadıqda, kök altda A kvadrat A-nın özünə bərabər olur. Məsələn, kök altda 8-in kvadratı bərabər olmalıdır elə 8-in özünə. İzlədiyiniz üçün təşəkkürlər.